9-cu sinifin sualların izahına davam edirik. Bugünkü sualımız biraz fərqlidir. Çünki bu sualı YouTube postundan çəkmişəm. Bugün paylaşdığımız bu sualda səhv cavabın faizi daha yuxarı olduğu üçün düşündüm ki, bu sualı izaha ehtiyacı var. Aşağı çayın sahili İndi təhlükəli idi cümləsində hansı üçün əlavəsi işlənmişdir? Əgər bizdən əlavə soruşulursa, biz həmin cümləni mütləq sintaktik təhlil etməliyik ki, əlavənin hansı cümlə üzvünə aid olduğunu tapaq. Aşağı çayın sahili indi necə idi? Təhlükəli idi. Xəbər, hara təhlükəli idi? Aşağı və yaxud hara təhlükəli idi? Çayın sahili. Nə zaman təhlükəli idi? İndi. Bu da oldu zəflik. Bizə lazım idi aşağı sözü. Daha doğrusu çayın sahili, əlavə lazım bizə. Əlavə burada çayın sahilidir. Əlavəyə aid olduğu üzv. Yəni buna deyirik, nə deyirik? Əlavəli üzv. Aşağı sözüdür. Bu sözlərdə mübtada olduğu üçün deməli cavabımız olmalı idi B bəndi. Amma nəyə görə A bəndi daha çox seçilib? Çünki bu biraz çaşdırıcı məqamdır. Belə suallarda səhv çox olur. Nə üçün? Bunun bir dənə qaydasını yadınızda saxlasanız, artıq bu suallarda səhviniz olmayacaqdır. Aşağı sözünə əslində şəkilçisiz olan aşağı sözünə iki sual vermək mümkündür. Həm hara, həm də haraya sualını vermək mümkündür. Ümumiyyətlə, əgər bu söz şəkilçisizdirsə, onda həm mübtəda ola bilər cümlədə, həm də zəflik ola bilər. Amma biz necə ayıra bilərik bu cümlələri? Bu cümləni belə ayıra bilərik ki, əgər aşağı sözü hara sualı ilə yanaşı haraya sualına da uyğun gəlirsə, deməli bu zəflikdir, yer zəfliyidir. Məsələn, mən aşağı düşdüm, mən hara düşdüm və yaxud mən haraya düşdüm. İkisi də uyğun gəlirsə, bu olacaqdır zəflik. Amma desək ki, aşağı sərindir, hara sərindir? Bu olacaq mübtada. Həmin aşağı sözünə biz haraya sualını verə bilmərik. Haraya sərindir deyə bilmərik. Bu zaman olacaq mübtada. Bu qaydanı yadınızda saxlayın və bundan sonra bu suallarda səhviniz olmayacaq.